Bu günlərdə qardaş Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox diqqətlə izlənilir və müxtəlif siyasətçilər məsələyə bir mənalı yanaşmayaraq baş verənlərə öz şəxsi mövqeyini də bildirirlər. Qeyd edək ki, 19 mart 2025-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və bir çox şəxs kütləvi şəkildə həbs edilib. İmamoğlu cinayət təşkilatı qurmağa, qəsb, rüşvət, dələduzluq, çirkli pulların yuyulması, terror qruplaşmaları ilə iş birliyi etmə və korrupsiya kimi ittihamlarla həbs edilib. Eyni gündə keçirilən əməliyyatlarda İmamoğlunun müşaviri Murad Ongün və bəzi İlçə bələdiyyə sədrləri də daxil olmaqla ümumilikdə 100-dən artıq şəxs saxlanıldı. CHP lideri həbs əməliyyatlarını çevriliş cəhdi adlandıraraq qınayıb və İmamoğluna dəstəklərini ifadə ediblər. Sabiq millət vəkili, hüquq üzrə fəlsəfə doktoru, tarixi yazar, Əfşarlar nəslinin davamçısı, Azərbaycan tarixinə bir çox misilsiz töhfələr verən Cahangir Hüseyn Əfşar da Əkrəm İmamoğlunun həbs olunmasına münasibət bildirib. Əziz izləyicilər, birinci növbədə mən bütün Azərbaycan xalqını, Türk dünyasını bu Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Türk dünyası dünyada getdikcə də inkişaf etsin. Dünya çapında Azərbaycanımızın mövqeyi daha da möhkəmlənsin. Türkiyə Cumhuriyyətinin gücü daha da artsın. Təbii bu mənim istəyim, arzumdur bu Ramazan ayında da, həmçinin də bu Novruz günlərində də. Həmişə olduğu kimi mən Novruz bayramında millətimi, seyircilərimi təbrik etmişəm. Bu dəfə də belə qərara gəldim ki, bu çətin anda mən öz, necə deyərlər, istəyimi bir daha yerinə yetirim. Ancaq bu dəfə açığı deyim ki, çox belə kədərləndim Türkiyədə gedən hadisələrlə bağlı. Və Türkiyənin sevinci, bizim sevincimiz, kədəri bizim kədərimizdir. Bilirsiniz də bu sözlər Ulu Öndər Atatürk'e məxsusdur. Atatürk bunu 30-cu illərdə Türkiyə barəsində, yox, Azərbaycan barəsində deyib. Deyib ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Həmin illərdə, yəni 30-cu illərdə Azərbaycanın başının üzünü qara bulutlar almışdı. Bilirsiniz də Sovet rejimi, Stalin, avtoritar diktatura rejimi. Həmin devirlərdə əlbəttə ki, Atatürk'ün bizə olan qayğısı, münasibəti Azərbaycan Respublikasını, yəni Sovet Respublikasında qorudu. Baxmayaraq ki, çətinliklərimizə, ağrılarımıza, acılarımıza Azərbaycan yaşadı və bugün də müasir Azərbaycan, mən deyərəm ki, dünyanın ən ömrə, ən aparıcı ölkələrinin siyahısına getdikcə daxil olur. Lakin mən bu çıxışımı Türkiyədəki bu hadisələri tamamlamağa yönəldirəm. Əlbəttə, mən bu barədə danışmasam, bəlkə də mənim seyircilərim, məni tanıyanlar ola bilər məni qınayarlar. Ancaq mən bir mənalı demək istəyirəm ki, bu Türkiyənin demokratiyasına vurulan çox ağır bir zərbədir. Bilirsiniz də, mən yazar adamam, tarixçiyəm, siyasətçiyəm. Həmçinin də uzun illər istintaq orqanlarının rəhbərliyi etmişəm. Təbii mən bu hadisəni, necə deyərlər, heç də düzgün qəbul etmirəm. 19 martda səhər tezdən təbii də elə bir devirdi ki, informasiya devridir. Belə bir hadisə ilə qarşılaşanda çox böyük narahatçılıq keçirdi. Ramazan ayında İftar süfrəsində, Novruz bayramı ərəfəsində 16 milyonluq böyük bir İstanbul Şəhər Bələdiyyəsinin başçısının evinə, necə deyərlər, baskın etmək, onu həbsə götürmək, onu aparıb həbs etmək. Əlbəttə, mən bunu heç cürə bəraət qazandıra bilmərəm Türkiyənin hüquq mühafizə orqanlarına.
kim olur olsun en ağır cinayetkar bu formada həbsə götürülə bilməz. Əvvəla birinci növbədə bu seçkili bir orqanın rəhbəridir. Özü də Avropanın ən böyük şəhəri, dünyanın gözü olan İstanbul'dur. Hamımız bilirik ki, Əkrəm İmamoğlu 2019-cu ildə necə böyük qələbələr qazandı. Həmçinin də bu keçən il 2024-cü ildə bir daha yenidən İstanbul'un 1 milyon səs artıqlığı ilə yenidən qalib gəldi. Mən Əkrəm İmamoğlu'nu şəxsən tanıyıram və mənim bu tanışlığım 2010-cu ilə gedir çıxır. Həmin vaxtı mən səhhətimlə, həm də yaradıcılığımla, yazarlığımla bağlı, Nadir Əfşar kitabını yazmağımla bağlı Türkiyəyə getdim, 2 il orada yaşadım və elə təsadüf yarandı ki, onda Əkrəm cavan bir şirkət rəhbəri idi, heç siyasətdə yox idi. Tanış ola bildik. Mən onun qabiliyyətinə, nüfuzuna, necə deyərlər, çox böyük məndə bir hörmət əmələ gəldi. Sonraki illərdə bildiyiniz kimi 2014-cü ildə Əkrəm İmamoğlu Bəylikdüzü Bələdiyyəsinin sədri seçildi və mən də təbrik etdim və o devirdə artıq tamamladığımla Azərbaycan Nadir Əfşar kitabını ona təqdim etdim və o da bu kitaba ön söz yazmağını istədi və mən də etiraz etmədim və ön söz yazdı və həmin kitabda həm Atatürk'ün sözünü, həm də Ulu Öndər Heydər Əliyevin biz bir millət, iki dövlətik kəlamlarını xatırladı mənim kitabımda. Bu qalmaqdadır. Sonra o kitab Türkiyədə böyük həcmdə çap olundu. Təxminən bir 10 min nüsxədə bütün Türkiyəyə yayıldı. Biz o kitabın təqdimatını İstanbul Aydınlar Ocağında, Türkiyənin Bəylikdüzü Bələdiyyəsində, Böyük İstanbul Bələdiyyəsində təqdimatlarını keçirdik. Mən ona görə həmin Əkrəm bəyə böyük belə bir, necə deyərlər, minnətdarlıq hissi əmələ gəldi ki, Azərbaycan tarixini belə bir yüksək sürətdə qiymətləndirdi və təbliğ etdi. Təbii, mən axırıncı dəfə 2019-cu ildə Türkiyədə olmuşam. Təbii də indi Türkiyə gedib gəlmək mənim üçün də bugün müəyyən çətinliklər yaradır fiziki cəhətdə. Ancaq onu deyim ki, keçən il 2024-cü ildə Bakıda keçirilən COP29 tədbirində qəflətən mənə zəng gəlir və görürəm ki, Əkrəm İmamoğlu'dur. Çox sevinirəm. O Ulu Öndərin məzarını ziyarət edir, Bakı şəhər icra hakimiyyətində olur və mən də öz evlatlarımla onu bina aeroportundan yola salma tədbirində iştirak edirəm və bir daha ona uğurlar arzu edirəm işində, gücündə, İstanbul'un gələcəyində. Ancaq bu deyilən hadisələr əlbəttə mən o Türkiyənin əmniyyətçilərinin hüquqlarına toxuna bilmərəm. Burada nə var, nə yox. Mən bu barədə heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, onların bu hərəkəti tamamilə uyğunsuzdur. Ən ağır cinayətkar, yəni o adam öldürür, nə bilim, əlində rüşvət tutulur. Belə bir hallarda qəti imkan tədbiri seçilir, insanlar həbsə götürülür. Qalan hallarda bunun haqqında şübhəli ifadələr var, bunun haqqında müəyyən ifadələr var. Belə hallarda özdə seçkili orqanın, Avropanın ən böyük şəhərinin başqanını həbsə götürmək saat 7 radələrində bu Türkiyənin demokratiyasına vurulan ən ağır zərbədir. Bugün bütün dünya, indi bilirsiniz, sosial şəbəkələrə hamımız girib baxırıq. Türkiyəni qınayırlar, belə demokratik ölkə ola bilməz. Biz Türkiyənin demokratiyasını qorumalıyıq, onu inkişaf etməliyik. Bunu bizim böyük Atatürk'ümüz, elə Heydər Əliyevimiz bizə miras qoyub gedib. Demokratiya olmayan yerdə, avtoritar rejimlərdə
insanların güzaranı, həyatı, iqtisadiyyatı qabağa gedə bilməz. Mən sizə bir məsələni də toxunmaq istəyirəm. Mən dedim də və ya vurguladım 2011-2012-ci illərdə Türkiyədə yaşadım. O devirlərdə Türkiyənin iqtisadiyyatı o qədər güclüydü. Mən fəxr edirdim. Bugün Türkiyədə əlaqələrimiz var, gələn, gedənlər, telefon danışıqları. Türkiyənin, necə deyərlər, valyutası 100%-dən artıq inflyasiya uğrayıb. Bu, heç bir dünyanın, deyə bilmərəm, bəlkə Afrika ölkələrində ola bilər. Heç bir inkişaf etmiş ölkələrində belə bir hal yoxdur. Biz bugün Türkiyənin iqtisadiyyatını, onun nüfuzunu qaldırmaq əvəzinə ölkədə gedən belə bir siyasi qarşı durumu ilə üzləşdik. Təbii, bayında eşidirsiniz, mən dünən inanın, baxdım televiziya kanallarında Türkiyə Böyük Millət Məclisinin, Türkiyə yox, İstanbul Böyük Millət Məclisinin qarşısında bəlkə də bir yarım milyondan artıq insanlar toplaşmış. Hansı ki, bilirsiniz, orada bu qadağan olunmuşdu vali tərəfindən, küçələr bağlanmışdan sonra baxmayaraq, yarım milyondan artıq insan səhərə qədər etirazlarını bildirdilər. Nəinki İstanbulda, Ankara'da, İzmir'də, Trabzon'da, Adana'da, bilməyəm olar ki, Türkiye'nin her yerinde ve bütün dünyada ben baktım Euronews'dan, CNN'den Türkiye'ni qınayırlar. Tabii ben bunu demeliyim ve bilmeliyim ki biz Türkiye'nin demokratiyası nəinki Türkiye için, bütün Türk dünyası için önemlidir. Bunu qorumalıyıq, saxlamalıyıq. Əlbəttə, mən bir məsələyə də toxunmaq istəyirəm ki, mənim Türkiyə olan məhəbbətim bugünkü məhəbbət deyil. Hətta Sovetlər devrində mənim Türkiyə böyük bir, necə deyərlər, məhəbbətim oldu. 1991-ci ildə birinci dəfə Türkiyənin millət vəkili, o devirdə Ana Vətən Partiyasının üzvü, Səbir Araz məni Türkiyə dəvət etdi. Mən də öz ailə üzvlərimlə 91-ci ilin yay aylarında Türkiyədə oldum. Elə təsadüf yarandı ki, həmin mənim iştirakımda o devirin prezidenti Özəllə bir məclisdə təsadüfən rastlaşdıq. Özəl böyük bir Topkapıda belə bir konsert məclisiydi. Orada çıxdı, çıxış etdi. Təbii mən də görüşmüşdüm orada. Onda Ali Sovetin deputatıydım. O belə bir çıxış da etdi. Çıxışında daha doğrusu. Dedi ki biz siyasetçilər, sənətçilər kimi insanlar səhnəyə gəlirik, gedirik. Bu söz mənim neçə ildə, 30 ildən artıqdır ki, yadımda qalır. Əlbəttə, siyasetçilər də sənət adamları kimidir. Onlar sənətdə, yəni siyasətə gəlirlər. Heç kim siyasətdə də daimi deyil. Daimi bu dünyanı ulu tanrımız belə yaradıb. 10 il, 20 il, 30 il təbii ki gedirlər. Ancaq yaxşı olar ki, siyasətdə də getməyi və gəlməyi də düzgün bacarasan. Erdoğan'ın hakimiyyətə gəlməsi mənim bugünkü kimi yadımdadır. Mən onda Milli Məclisin üzvüydüm. Dövlət Hüquq Komissiyasının həm sədri idim. 2004-cü il idi. Bunu mən eşitdim, çox sevindim. Onda Milli Məclisin sədrinin, mərhum Murtuz müəllimin otağında biz iclas keçirdik. Mən müraciət etdim ki, Murtuz müəllim gəlin, Türkiyədə keçirilən seçkilərdə Erdoğan'ı təbrik eləyək. Əlbəttə, Murtuz müəllim mənim üçün böyük bir insan idi, böyük bir siyasi xadim, mənim müəllimim olmuşdu. Dedi, Cahangir, tələsməyək, bəlkə də biraz tələskənlik olar, vaxt gələr, təbrik eləyərik. Ancaq mən buna baxmayaraq, bir mənalı, o devirdə Ali Sovetin birinci mərtəbəsində aşağıda poçt vali düşdüm və Erdoğan'a böyük bir təbrik məktubu göndərdim. Və ondan sonra da 2004 düz, bugün də 2025-ci il, 21 ildir ki, mən Erdoğan'ı hər yerdə təbliğ etmişim.
xüsusilə kitablarımda. Mənim xidməti siyasi fəaliyyətim, mən Türkiyə ilə əlaqələri, Ərdoğanın Türk dünyasına verdiyi töhfələrdən uzun-uzadı qeyd eləmişəm. Bu barədə filmlər çəkdirmişəm. Axırıncı filmim Nadir Əfşar dövləti və müasir Azərbaycan filmində Türk dünyasında Ərdoğanın rolu. Ən vacibi də bizim Qarabağ zəfərimizdə Türkiyənin də, Türk millətinin də və Ərdoğanın da bizə olan dəstəyini dəfələrlə vurgulamışam. Ancaq bu hadisə, yəni 19-undakı hadisə heç də nə Türkiyənin iqtidarına, nə xalqına, nə demokratiyasına uyğun deyil. Bax, mənim deyəcəklərim bunlardır. Mən elə hesab edirəm ki, birinci növbə demokratiya qorunmalıdır. Hər hansı bir, vurğulayıram, insanında, hər hansı bir şəxsiyyətində, dövlət xadiminin də, bəlkə də cinayəti də ola bilər. Cinayəti yalnız məhkəmələr sübut eləyə bilər. İstintaq orqanının, yargının onu həbsə alması, onu 100 nəfərlə həbsə götürməsi, onu müəyyən PPK ilə əlaqəsini ortaya atmasını, mən bir də daha deyirəm, bir hüquq sahəsinin işçisi, bir istintaq işçisi kimi deyirəm, bu yol verilməz bir haldır və mən bunu kəskin tənqid edirəm və belə hesab edirəm ki, tezliklə Türkiyədə bu münasibətlər düzələcək, Türkiyənin demokratiyası daha da inkişaf eləyəcək və biz Türkiyəni gələcəkdə Avropa İttifaqının üzvü olmasını gözləyirik. Ancaq belə bir hərəkətlər çox təəssüflər olsun ki, həm Türkiyənin nüfuzuna, həm də bizim Azərbaycanımızın, Türk dünyasının nüfuzuna da xəlal gətirən hərəkətdir. Çox sağ olun.